Partiyalar gəldi gedərdi. Şəxslər də gəldi gedərdi. Əlbəttə. Dövlət əbədidir. Dövlətə qarşı kim varsa biz onların qarşısındayıq. Bəli. Mən dövlətin yanındayım. Mən Azərbaycanda deyiləm, Zahir bəy. Mən heç görmüsünüz, Yeni Azərbaycan Partiyasını dəstəkləyirəm. Xeyr. Hansısa müxalif partisini də dəstəkləmişəmmi? Xeyr. Mən Azərbaycanda Sayın Əliyevi Azərbaycan dövlətinin simvolu kimi, dövlətin aparıcı figuru kimi dəstəkləmişəm, doğrumu? Dövlətin naminə dəstəkləyirəm, doğrudurmu? Mən bilmirəm ki, Azərbaycanda hansı nazirlər quldurdu, hansı parlament nə gündədir, hamısını bilirəm də. Və onlara qarşı mübarizə apara-apara həm də dövlətin simvolunu dövlətin naminə dəstəkləyirəm. Bugün Türkiyədə də mən dövlətin yanında olduğuma görə, dövlətin güclənməsi uğrunda mücadilədə öndə olan lider Sayın Erdoğan olduğuna görə mən Sayın Erdoğana dəstək verirəm. Sayın Erdoğana AK Partinin genel başkanı kimi dəstək vermirəm. Cumhuriyyətin siması olduğuna görə dəstək verirəm. Özdə bu siması olmağı layiqincə şərəfinə və Türk əxlaqına və milli mənəvi dəyərlərinə layiq apardığına görə Türkiyənin dünya dövlətləri sırasına apardığına mücadilədə sözünü dediyinə görə heç bir qorxudan, hər hansı bir təhdikdən çəkinməyərək davasını aparıb, bugün Türkiyəni dünya dövlətləri sırasına gətirib, yeni dünya düzənində Türkiyəni öncül bir mövqeyə gətirib, Türk dünyası uğrunda bir mücadilə aparırsa, mən təbii ki, Sayın Erdoğana Cumhuriyyətin təmsilçisi olaraq dəstəyimi verirəm.